Beləliklə qış transfer pəncərəsi top 5 liqadır rəsmən bağlandı. Bu dövr həmişə təcili yardım kimi görünsə də, bəzən elə transferlər olub ki, yay transfer pəncərəsini belə kölgədə qoyub. Eləsə gəlin, futbol dünyasında ən çox səs-küyə səbəb olan top 10 transferlərə birlikdə baxaq. Bu arada 20 min abunəçiyə cəmi 20 nəfər qalıb. Videonu bəyənib kanala abunə olsanız sevinərik. Fernando Torres 2011-ci ildə transferin son günü Liverpooldan Chelsea'yə keçərək xəyanət şoku yaratmışdı. Torresin gedişindən dərhal sonra Ajax'dan cəmi 26 milyon avroya alınan Suarez qısa müddətdə Liverpoolu tək başına ayağa qaldıraraq tarixin ən dahi qış transferinə çevrilmişdi. 2020-ci ildə cəmi 20 milyon avroya Dortmunda keçən bu gənc canavar debüt oyunda ehtiyatdan girib 23 dəqiqəyə hat-trick edərək qışın ən böyük uğurluğu olduğunu sübut etmişdi. Filipe Coutinho 2018-ci ildə 135 milyon avroya Barcelona'ya keçərək qış tarixinin ən bahalı oyuncusu olsa da gözlənilən nəticəni verə bilməyərək tarixdə ən uğursuz transferlərdən biri kimi yadda qaldı. Bruno Fernandes isə Manchester United'in qaranlıq dövründə gəlib komandanın simasını bir gecədə dəyişərək qış transferinin bir klubun taleyinə necə təsir edə biləcəyini göstərən futbolçu olmuşdu.